İzləmiş olacaqsınız. YouTube kanalı canlı şərh bölməsində aktivliyinizi unutmayın. Günaz TV kanalına abunə olaraq, verilişimizi bəyənərək, paylaşaraq, şərh bölməsinə fikirlərinizi yazaraq mövqeyimizin daha geniş auditoriyada yayılmasına dəstək ola bilərsiniz. Əsas müzakirə istiqaməti Amerika Birləşmiş Ştatlarının artıq quru qoşunları İrana daxil etmə mərhələsində, astanasında olması ilə bağlıdır. Elə bu məlumatı Reuters və Bloomberg nəşrləri də təsdiqləyib ki, Amerika Birləşmiş Ştatları, Amerika administrasiyası müttəfiqlərinə İrana qarşı quru əməliyyatı keçirmək üçün təcili planlarının olduğunu açıqlayıb. Elə bu mövzunu studiyamızın qonağı siyasi ekspert Məhəmməd Əsədullazadə ilə müzakirə edəcək. Məhəmməd bəy, xoş gördük sizi. Xoş gördük, salamlayıram xəbəriniz. Minnətdarıq sizi. Məhəmməd bəy, savaşın gedişatını, hazırki detalları, son informasiyalar əsasında hansı məcrada irəlilədiyini sizin dilinizdən eşitmək istərdik? Bilirsiniz, hazırda müharibə öz axarı ilə davam edir. Həm Amerika Birləşmiş Ştatları İrana kütləvi zərbələr endirir. Artıq polad əritmə sənaye müəssisələri də Amerikanın İsrailin bombardmanına məruz qalır. Həmçinin İranda, İsraildəki hərbi infrastrukturu, sənaye zonalarını, həmçinin Körfəz ölkələrinin müəyyən infrastrukturu, xüsusilə hərbi infrastrukturuna İran tərəfi zərbələr endirir. Amma fikir verək, paralel olaraq danışıqlar prosesinin getdiyi də qeyd olunur. Xüsusilə bu danışıqlar Amerika ilə üzbəyiz aparılmasa da birbaşa vasitəçilər vasitəsilə təkliflər paketi mübadilə olunur. Amma Pakistanda da növbəti görüşün keçirilməsi də istisna edilmir. Bir növbədə Amerika Birləşmiş Ştatlarının 15 maddədən ibarət təklifi İran tərəfi qeyd edir ki, qəbul etmirəm. Həmçinin İran tərəfinin də 5 maddədən ibarət təklifi Amerika tərəfi təbii ki, qəbul etməyəcək. Yəni, göründüyü kimi bir tərəfdən də Donald Trump deyir ki, artıq 10 günlük İranın elektrik enerji infrastrukturuna zərbələrinə fasilə verib. Amma digər yandan Amerika Birləşmiş Ştatları öz quru qoşunlarını, desant qüvvələrini İran ətrafına cəmləyir. Xüsusilə Amerikan planı Xarq adasını və işğal etmək, Hörmüz boğazını azad naviqasiya bərpa etmək və koalisiya formalaşdırmaq, xüsusilə İranın demək olar ki, İrana qarşı quru əməliyyatlarına da start verməkdir. Amma hesab edirəm ki, Amerika Birləşmiş Ştatları quru qoşunlarını İrana hücum edərsə, bu Amerika üçün baha başa gələcək. Şimdi əks argumentlər gətirənlər də var. Qeyd edir ki, Amerika Birləşmiş Ştatları Məşhədə Tehrana gedib çıxa bilər, quru qoşunlar rejimi devirə bilər. Amma Afqanistan senarisi də var, Vyetnam senarisi də var, İraq senarisi də var. Amma Amerika hansında uğur qazana bilib, heç birində uğur qazana bilməyib. Problem bundandır. Amma tam siyonist pərəstlər, sırf Amerika pərəstlər, obyektiv təhlildən kənar, biz burada təbii ki, obyektiv, siz məni ekspert kimi dəvət edirsiniz, mən burada obyektiv mövqe ortaya qoymalıyam, siyasətçi kimi deyil. Ona görə vətəndaşlar da bilməlidir. Deyə bilərəm ki, rejim yıxılmalıdır, rejim gedməlidir, İsrail qələbə çıxılmalıdır, bunu deməyə nə var? Buna hər bir şəxs deyə bilər. Amma məsələn, biz obyektiv şəkildə qiymətləndirməliyik, məsələ proseslər hansı istiqamətdə gedir və düşünürəm ki, Amerika Birləşmiş Ştatları İrana quru əməliyyatları keçirirsə, bu uzun müddətli müharibəyə gətirib çıxara bilər, partizan müharibəsinə. Həm Amerika Birləşmiş Ştatları çox ciddi şəkildə böhran üzləşə bilər. Təbii ki, bununla da İran rejimi də yıxılacaq, İran xalqı dövləti tamamilə zəifləyəcək, İranın infrastrukturu darmadağın olacaq. Yəni, bu öz yerində. Amma hesab edirəm ki, burada Donald Trump İran, Rusiya və Rusiya ilə İranla bağlı da bazarlığa gedib. Xüsusilə Amerika Birləşmiş Ştatları Ukrayna məsələsində Rusiya tamamilə güzəştə getməyə hazırdır. Ukraynaya tamamilə hərbi yardımları kəsir və əvəzində Rusiya da İrana kəşfiyyat məlumatlarını tamamilə dayandırır. Hərbi təyinatlı məhsulların göndərilməsini dayandırır. Mən düşünürəm ki, bu sövdələşmə var və bu bazarlıq var. Yəni, bunu mən, bu məsələyə mən kifayət qədər gəldiyim
təhlillərə uyğun bunu deyirəm və artıq Amerika Birləşmiş Ştatları üçün İran məsələsi Ukraynadan daha çox prioritet kəsb edir. Çünki Amerika indiki mərhələdə geri çəkilsə, bu Amerikanın fövqəladə dövlət statusunu zədələyəcək. Trumpın və Binyamin Netanyahunun siyasi fiyaskosu deməkdir. İndi bunlar birinci mərhələdə Xarq adasını və Hörmüz boğazına desant qüvvələr çıxardacaq. İlk döyüş, quru döyüşləri orada gedə bilər. Onsuz da Amerikanın A planı suya düşdü. Yəni ilk hücumda rejim dəyişmədi. Artıq bir aydır ki, müharibə davam edir. Ortada hər hansı bir qalib yoxdur. Amerikanın da hərbi infrastrukturu, İsrailin də hərbi infrastrukturu dağılıb, İranın da hərbi infrastrukturu dağılıb. İndi prosesdə kim qalib olmalıdır? Ona görə də Amerika İsrail tərəfdə görür ki, bu bombardımanlarla gərək aylar davam edən, bu da kifayət qədər milyardlarla pul deməkdir. Buna da nail olmaq olmalı və düşünürəm ki, bunlar quru əməliyyatına girsə və burada qazanan təbii ki, Çin olacaq, həmçinin Rusiya olacaq və mən bunu əminliklə deyirəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Rusiya-Ukrayna müharibəsi aydınlaşmamış, bitməmiş, bunlar İrana müdaxilə etdilər. Xüsusilə İsrailin baş naziri Binyamin Netanyahunun təhriki ilə və burada Amerikanın fövqəladə dövlət statusu kifayət qədər sarsılacaq, mövqeyi zəifləyəcək. Onsuz yaxın şərqdə körfəz ölkələri artıq Amerika Birləşmiş Ştatlarına etimad etmir və buradan daha çox qazanan Çin olacaq. Bunlar mövqeyi daha da güclənəcək. Necə deyirlər ki, Gorbaçov SSR-ni dağıtdı və Əfqanistan müharibəsi SSR-nin sonunu gətirdi. Və düşünürəm ki, İran müharibəsi də Amerika üçün eyni senari ola bilər, Trump da Gorbaçov ola bilər. Yəni, bunu dəfələrlə bilirsiniz ki, dəfələrlə bunun proqnozu da verilirdi. Mən demirəm, təbii ki, İran rejimi buradakı səbəb terrorçudur, sərtdir, region ölkələrinə qarşı düşmən siyasət həyata keçirib uzun illər, 47 il regionda sülhə və təhlükəsizliyə təhdid olub, İran rejimi getməlidir. Amma indiki beynəlxalq situasiyada Rusiya-Ukrayna müharibəsi fonunda oradakı məsələlər bitməmiş və beynəlxalq ədalət məhkəməsi tərəfindən Qəzzada baş verən soyqın və hərbi cinayətlərə görə cinayətkar adlanan Binyamin Netanyahunun birbaşa təhriki ilə buna getmək Amerika Birləşmiş Ştatlarının dövlət strategiyası üçün təhlükəli idi və fövqəladə dövlət statusu zədələnə bilər. İndi İran məsələsi Donald Trumpın şəxsi məsələsi olub. Necə ki, Ukrayna məsələsi Rusiya prezidentinin şəxsi məsələsi olub. Amma bu mənim fikrimcə Amerika Birləşmiş Ştatlarının dövlət strategiyası bu müharibəni saxlamalı idi Ukrayna müharibəsindən sonra. Amma Trump bunu şəxsi məsələyə çevirdi Binyamin Netanyahunun istəyi ilə. Artıq bu Amerika üçün mənfi senari deməkdir. Və düşünürəm ki, göründüyü kimi İsrail tərəfi imkan vermədi ki, Amerika və İran danışıqlar masasına əyləşsin. Əgər bunlar danışıqlar masasına əyləşsəydi, hesab edirəm ki, İran tərəfi Amerikanın bir neçə maddə çıxmaqla təkliflər paketi ilə razılaşardı. Təbii ki, bu İranın müəyyən dərəcədə Amerikaya təslim olması demək olacaqdır və bununla da İran rejimi öz mövqeyini qoruyub saxlayacaqdır. Elə Amerika prezidenti Donald Trump da daima qeyd edir ki, biz İran bütövlüyündə maraqlıyıq, İranın rejimindən bir nəfər çıxarsa onunla əməkdaşlıq etməyə hazırıq, amma dünənlər çıxıb deyir ki, İranda nüvə silahı ola bilər və yaxud çox yaxın zamanlarda bunlar nüvə silahı əldə edə bilər. Yəni, göründüyü kimi Binyamin Netanyahu və Yahudi lobisi Epstein koalisiyası necə deyirlər, Donald Trumpa çox ciddi təsirlər edirlər ki, İran məsələsində artıq quru qoşunlarını yeritsin və regionda geniş miqyaslı müharibə aparsın. Təbii ki, quru qoşunların İrana yeridilməsi aylarla müharibə sürəcək. Həm Amerika burada kifayət qədər mövqeyi zəifləyəcək, həmçinin təbii ki, İran rejimi düşəcək. Yəni, proses bu istiqamətdə gedəcək.
Mehmet Bey, az önce Pakistan'ı vurgulamış oldunuz ki, ola bilsin ki Pakistan'da yəni vasitəçiliklə və yaxud da onun bir platform olaraq iləri sürülməsilə görüşlər keçirilsin. Yəni nəyə görə məhz Pakistanın seçildiyini hesab etmək olar? Çünki başqa Oman da məsələn bu vasitəçiliklə bağlı daha aktiv idi. Nə ilə bağlıdır dəyişilməsi platformanın? Bilirsiniz, Pakistan regionda güclü dövlətdir, nüvə silahına malikdir, Səudiyyə Ərəbistanla, Körfəz ölkələrlə əməkdaşlıq və maraqlıdır. Amerika ilə də müəyyən əlaqələrə malik ölkədir, söz sahibidir. Həmçinin İranla müəyyən fikir ayrılıqları olmasına baxmayaraq Bəlucistan məsələsində bunlar eyni mövqedən çıxış edirlər və Pakistan da İranın ərazi bütövlüyünün, suverenliyin qorunmasında maraqlıdır. Və həmçinin İran tərəfi də Pakistanın hazırki mövqeyinə də etimad edir və düşünürəm ki, məhz Pakistanın tutduğu mövqe həmçinin Səudiyyə Ərəbistanı ilə də Pakistanın strateji hərbi müttəfiq olması, çünki İran Səudiyyə Ərəbistanına da hücum edərsə bilirsiniz ki, Pakistan buna cavab verməlidir müqaviləyə görə. Ona görə də Pakistan çalışır ki, müharibə olmasın və bu müstəvidə öz vasitəçilik missiyasının üzərinə düşürür və hesab edirəm ki, tərəflər bu məsələdə yekdil olsalar, orta məxrəcə gələ bilərlər. Xüsusilə məsələn, İran nüvə silahının nüvə silahı düzəlməsindən tamamilə imtina edə bilər, proksi qüvvələri dəstəkləməkdən imtina edə bilər, həmçinin raket arsenalını kifayət qədər azaldı, həmçinin onun mənzilini də azalda bilər. Yəni, bir çox məsələ. Hörmüz boğazı ilə də Amerika Birləşmiş Ştatları ilə bir masaya əyləşə bilərlər. Çünki artıq Sepahın gücü qalmayıb, kifayət qədər tükənirlər, zəifləyib, demək olar ki, İran, düşünürəm ki, bunlar Amerika Birləşmiş Ştatları ilə eyni stolda oturub müəyyən razılığa gələ bilirlər. Amma təklif verən Amerika Birləşmiş Ştatları idi, indi təklifdən də qaçan Amerika Birləşmiş Ştatlarıdır. Təbii ki, proses İsrail tərəfindən və yaxud lobbyist tərəfindən idarə olunur və İsrail də, o indiki İsrail administrasiyası da İranın parçalanmasına maraqlıdır, regionu xaosa, anarxiya bürünməsində maraqlıdır və İranda ümumiyyətlə sistemli bir dövlətin qurulmasında, inkişafında İsrail tərəfi maraqlı deyil. Necə ki, Sepah dini klerikal rejimdir, dini ideologiya ilə idarə olunur və İsrailə nifrət edir. İsraildə də indiki sistem tamamilə Tövratla, dini ideologiya ilə hərəkət edir və tərəflər bir-birinə aşırı nifrət bəsləyirlər və Amerikadan deyir, İsrail və Təl-Əviv və Tehrandan bir-birinə baxanda bunlar bir-birinə ideologiyalara nifrət edirlər və bir-birini məhv etməyə çalışırlar. Yəni göründüyü kimi hələ ki bu beynəlxalq hüquq deyil, müharibə qanunları deyil, hər Tehranda da, Təl-Əvivdə də dini ideologiya, dini qanunlar bu müharibəni idarə edir. Ona görə də tərəflər bir masa arxasına əyləşir. Ancaq Amerika Birləşmiş Ştatlarının yəni bilirik ki, Donald Trump'ın da dilindən ümumiyyətlə onların bu müharibədən geri çəkilmək istəyində olması ilə bağlı fikirlərin yalanladığını görə bilirik. Yəni qəti şəkildə belə bir ehtimallar, geri çəkilmək kimi durum mövcud deyil, o bildirir. Tam şiddəti ilə hücumları onlar davam etdirirlər. Demək olar ki, hədəflərinin böyük bir qisminə də nail olublar və sona qədər o hədəflərə nail olana qədər, müəyyən hədəflər də vurulana qədər bu mübarizəni davam edəcəklərini də vurğulayırlar. Hətta bütün bunların üzərinə Amerika Birləşmiş Ştatları hətta nəinki İranla yekunlaşacağını, ondan sonra da növbəti mərhələ hücumların da olacağını hətta dilə gətirirlər və Kubanın növbəti hədəf olacağını bildirirlər. Bu açıqlama ilə ABŞ prezidenti Donald Trump Miami'dəki investisiya forumunda çıxış edib. Mən əla bir ordu qurmuşam. Dedim ki, onlardan istifadə etmək lazım deyil. Amma bəzən istifadə etmək lazımdır. Yeri gəlmişkən Kuba növbətidir. O, Vaşinqtonun Kuba ilə növbəti addımlarının təfərrüatlarını açıqlamaqdan imtina edib. Fikir verirsiniz, 2 ay bundan əvvəl Donald Trump deyirdi ki, mənə sülh mükafatı, Nobel mükafatı verilməlidir. Mən dünyada
sülhü təmin etmişəm. Mən 8 dövləti barışdırmışam. Amma baxın, göründüyü kimi Donald Trump böyük müharibələrə əl atır. Venezuelada bir dövlət başı həbs etdirdi. İranda baş verənlər təbii ki, bu 3-cü Dünya müharibəsinin bir segmentidir. Və demək olar ki, nə sülh şurasından xəbər var, nə də cənab Trumpın sülh bəyanatlarından. Təbii ki, Amerika Birləşmiş Ştatları yeni dünya siyasi nizamı qurur və burada Rusiya və Çin İran zəncirini qırır. Bunu Venezuela'dan başladı. Kubada da artıq bunlar kifayət qədər Kubaya təzyiq edirlər. İranda da məsələni həll edəcəklər. Uzun müddətli olsa da Amerika Birləşmiş Ştatlarının mən bu əvvəldən demişəm ki, əgər giriblərsə bu müharibəyə, nəyinsə rejimi ya devirməlidirlər, ya da həll yolu tapmalıdırlar ki, İran rejimi tamamilə tabi olsun. Çünki İran rejimini indiki vəziyyətdə qoyub geri çəkilmək, İran rejimi regiona terror əsirəcək. SİBA. Və Amerika Birləşmiş Ştatları bəli, 2030-cu ilə qədər dediyim kimi Venezuela'dır, Kubadır, İrandır, Rusiya, Ukrayna bataqlığına salıblar və 2030-cu ilə kimi Çin məsələsini bunlar həll etməlidirlər. Və Amerika Birləşmiş Ştatları dünyada öz fövqəli dövlət statusunu daha da gücləndirməlidir və bu zənciri qırmalıdır. İmkan verməməlidir ki, Çin və Rusiya fövqəli dövlət statusu alsın. Bu, Amerika dövlətinin strategiyasıdır. Amma burada Donald Trump'ın şəxsi istəkləri var ki, və buna da bir tərəfdən Yahudi lobbisi və Benjamin Netanyahunun şəxsi istəkləri Amerikanın dövlət sisteminə müəyyən qədər təsir edir. Necə ki, fikir verək, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz strategiyası necə Donald Trump Cənubi Qafqazda tətbiq etdi. Burada trip layihəsi həyata keçirildi və Qarabağ məsələsi ədalətli həllini tapdı. Amma Donald Trump'dan əvvəl Bidenin dövründə erməni lobbisi bilirsiniz, ciddi şəkildə Ağ Evə, oradakı administrasiya təsir etdirdi və Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasəti bir də erməni lobbisi maraqlarına uyğun siyasət həyata keçirilirdi. Amerika dövlətinin maraqları naminə deyil, indi Amerikanın dövlət maraqları naminə Cənubi Qafqaz siyasəti həyata keçirilir. Amma indi isə yaxın şərqdə birbaşa Yahudi lobbisinin Benjamin Netanyahunun təhriki ilə Amerika Birləşmiş Ştatlarının müəyyən siyasət həyata keçirilir. Amma Venezuela'da, Kuba'da dediyim kimi burada Amerikanın öz dövlət strategiyası var. Bu kifayət qədər ciddi şəkildə həyata keçirilir. Rusiya-Ukrayna müharibəsi baxışındadır burada Amerikanın dövlət strategiyasıdır. Amma indi Donald Trump öz şəxsi siyasi ambisiyalarına görə bu prosesi idarə edir. Və düşünürəm ki, Donald Trump'a, onun təlimatçıları Pentagon və Dövlət Departamenti, dərin dövlət ciddi şəkildə düşünürəm ki, təlimat verəcəklər ki, bu strategiyadan kənar çıxmaq Amerika Birləşmiş Ştatlarının dövlət imicinə, fövqəli dövlət statusuna zərbə var. Ona görə ki, burada Rusiya və Çinin geosiyasi mövqeləri güclənə bilər və onların fövqəli dövlət statusu alması istiqamətində geniş bir açılımlar olar. Hesab edirəm ki, nəhayət ki, Donald Trump bu həqiqətləri, bu reallıqları qəbul edəcək. İsrailin və İsrailin baş nazirinin istəyi ilə deyil, həmçinin bilirsiniz, Vladimir Putinin Ağ Evdə 2 dənə lobbisi var. Witkoff'dur, Trump'ın xüsusi nümayəndəsi və Trump'ın kürəkəni Kushner. Bunlar kifayət qədər bilirsiniz, Rusiya maraqları üçün çalışırlar. Və hər iki tərəf də məhz indi də hazırda yaxın şərqdə tamamilə İsrail üçün, yəni hazırki mərhələnin böhrana yuvarlanması üstündə çalışırlar. Bir növ burada Rusiya, Amerika xətti də bölünür. Yəni elə bir sistem burada da qururlar ki, proseslər Rusiyanın da lehinə işləsin. Təəssüf ki, təbii ki, bu mənsubi gətirdiyim təhlillərdir və davam edən proseslər də onu göstərir ki, mən düşündüyüm proseslər reallıqlara da uyğun gedir. Və düşünürəm ki,
Amerika Birləşmiş Ştatları bu qədər quru qoşunları, bu qədər İrana zərbələr, bu qədər milyarlarla vəsait xərcləyirsə müharibəyə, yəni geri çəkmək lüksü yoxdur. Ya rejim tabi olmalıdır, kapitülyasiya imza atmalıdır, ya da sonu darmadağın İran dövlətinin tamamilə süqutuna nəticələnir. Deməli, bir məlumatı da mən həm sizin, həm izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Ardınca isə sizin fikirlərinizi almış olacağım, Məhəmməd bəy. Avropa İranın şahid dronlarına qarşı sistem hazırlayır. Bu barədə RBK məlumat yayıb. Polşada pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulmuş Mark 1, Mark 1 adlı mini raketlərin istehsalına başlamaq planlaşdırılır. Polşanın müdafiə sənayesi nəhəngi olan PGZ və Estoniyanın texnologiya şirkəti Frankenburg Technologies ildə 10 minə qədər raket istehsal edə biləcək real anti-şahid sistemi qururlar. Bu layihə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi pilotsuz uçuş aparatları hücumlarına və NATO sərhədlərinə yönələn təhdidlərə Avropanın radikal cavabı olacaq deyə xəbərdə bildirilib. Əslində Ukrayna savaşı ilə bağlı müəyyən məsələdir, amma bir tərəfində də İrana qarşı da hazırlanmış bir planın tərkib hissəsi kimi dəyərləndirə bilərikmi bunu? Təbii ki, bilirsiniz ki, Ukraynada bu antidron sistemlər tətbiq edilir müharibədə. Ukrayna prezidenti Volodymyr Zelenski Səudiyyə Ərəbistanında oldu. Hətta Ukraynalı hərbi təlimatçılar da artıq Körfəz ölkələrində İranın PUA şahidlərinə qarşı antidron sistemləri tətbiq edirlər. Və bu istehsalı genişləndirmək istəyir Avropa ölkələri. Çünki İran əlində kifayət qədər belə bir silahları, PUA silahları var və təbii ki, düşünürəm ki, bu istiqamətdə layihələrin hazırlanması, vəsaitlərin ayrılması antidron sistemlərinə, bəli, qərbin düşmənlərinə qarşı məhz İranın hücumlarının qarşısına alınması istiqamətində belə layihə hazırlanır. Təbii ki, bu Ukraynanın reallaşdırdığı bir layihədir. Bir növ dünyaya sülhün təmin olunması istiqamətində də Ukraynanın bir töhfəsidir. Bu günləri Rusiyanın və İranın bircə istehsalı olan şahid puanların bilirsiniz, çox dağıdıcı gücə maliklər. Onların bəli, həmin demək olar ki, puanlardan Azərbaycana da atıldı Naxçıvana. Yəni antidron sistemlərin geniş miqyaslı hazırlanması və onların tətbiqi təbii ki, Qərbin Rusiya və İran üzərində hərbi mövqeyinin güclənməsinə və onlar üzərində qələbə əldə edilməsinə hesablanır. Və hesab edirəm ki, çox doğru addımdır və bu müsbət perspektivlər də vəd edir. Bəli, Məhəmməd bəy, Rusiya-Ukrayna müharibəsi ilə bəhs olunmuşkən o barədə də sizin fikirlərinizi bilmək bizə maraqlı olardı ki, ümumiyyətlə yaxın şərqdə bu proseslər cərəyan edərkən, müharibə öz şiddəti ilə davam edərkən müəyyən qədər diqqətdən kənarda qaldı. Düzdür, hərçənd ki, haradasa davam edir deyə bilərik bu savaş, ancaq dünya ictimaiyyətinin diqqəti artıq bu prosesə yönlənməyib. Və burada Rusiyanın və yaxud da Ukraynanın əldə etdiyi hər hansı bir fürsət varmı İranla savaşın davam etməsi fonunda? Bilirsiniz, Rusiya bundan yalnız neft satışı Rusiya maraqlarındadır ki, Hörmüz boğazının bağlı qalması, Rusiyanın neftinə müəyyən qədər sanksiyalar aradan qaldırılıb. Rusiya burada milyarlarla